Salam, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. APA TV-nin efirində İmpuls proqramına baxırsınız. İmpuls cəmiyyətin müxtəlif hal və vəziyyətlərə qarşı nəbzini tutan proqramdır. Bugün sizlərdən gələn suallar ətrafında bir veriliş hazırlamağa qərar verdik. Hamımızın həyatında elə anlar olur ki, sağlamlığımızı itirə bilirik, müəyyən maniyalar yaranır sağlamlığımıza və bu sağlamlığımızda yaranmış problemlər bizim bir vətəndaş kimi dövlət qarşısında olan borcumuzu yerinə yetirməyə mane olur. Bəs biz nə eləməliyik və belə anlarda dövlətin bizə hansı güzəştləri yaranır, hərbi xidmətə çağırışdan tutmuş iş yerindəki haqlarımıza, sosial sığortadan reabilitasiya imkanlarına qədər qanunvericilik bizə hansı imtiyazları yaradır, güzəştlər verir. Bax, bu barədə danışacağıq. Danışmaq üçün də mən studiyamıza çox önəmli, nüfuzlu şəxslər dəvət eləmişəm. İstəyirəm ki, mövzunun mühüm tərəflərini tənzimləyən qurumların əməkdaşları açıqlıq gətirsinlər, aydınlıq gətirsinlər. Öncə istəyirəm qonaqları sizə təqdim edeyim, sonra başlayaq verilişimizə. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Polkovnik Leytenant Füzuli İsmailov bizimlədir. Füzuli bəy, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdür müavini İlkin Yusifov bizimlədir. İlkin bəy, xoş gəlmişsiniz. Xoş gördük. Dövlət Əmək Müfəttişliyinin xidmətinin Əməyə Nəzarət İdarəsinin əməkdaşı Namiq Cəfərov bizimlədir. Xoş gəlmişsiniz. Ehtiyatda olan hərbi həkim Araz Ağayev bizimlədir. Xoş gəlmişsiniz. Hər birinizi burada görməkdən məmnuniyyət duyuram və əminəm ki, siz bugün vətəndaşlardan gəlmiş bir çox suallara aydınlıq gətirəcəksiniz. İnsanlarda qaranlıq qalan məqamlar aydınlanacaq və vətən borcu hansı hallarda yerinə getirilməkdən güzəşt tətbiq edir. Əsas sualımız bugün budur. Bunun üzərində daha çox dayanmaq istəyirik. Buna görə də istəyirəm elə Füzuli bəydən başlayaq. Bəzən çağırışçılar yerli şöbələrdə keçirdikləri tibbi müayinənin nəticələrindən narazı qalırlar. Belə olan halda onların Mərkəzi Hərbi Həkim Komissiyasına və müstəqil ekspertizaya müraciət etmə hüquqları hansı qaydada tənzimlənir və ümumiyyətlə bu iş necə yoluna qoyulur? İstəyirik başdan danışasınız Füzuli bəy. Təşəkkür edirəm. Əslində yerli bizim struktur bölmələrdə şəhadətləndirmə mütləq müayinələrdən sonra həyata keçirilir. Və çağırış işi elə formatda qurulub ki, çağırışa cəlb olunan şəxs 2 ay qabaqdan, yəni iyul çağırışına cəlb olunanlar, məsələn, may ayından növbəli qrafik üzrə cəlb olunur. Onlar həm öyrənilir, həm də tibbi müayinələrdən keçirilir. Mütləq tibbi müayinələrdən keçirilir. Bunlar aidiyyəti olaraq təbibin tabeliyində olan qurumlar və yaxud da Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlardır. Tibbi müayinədən, mütləq tibbi müayinədən keçirilərkən hər hansı əlavə müayinəyə ehtiyac olarsa, həmin çağırışı mütləq qaydada ixtisaslaşmış dövlət xəstəxanasına əlavə tibbi müayinəyə göndərilir. Yəni çağırışı elə çağırıldı, gəldi, qol çəkdi, çağırış vərəqəsini götürdü, hərbi xidmətə getdi, belə bir hal deyil. Və xidmətin yerli struktur bölmələrində, hərbi həkim komissiyalarında onlar şəhadətləndirilirlər. Belə deyək, əlavə müayinəyə ehtiyacı oldu, göndərildi ixtisaslaşmış xəstəxanaya və həmin xəstəxana bu şəxslə bağlı verdiyi akta əsasən həmin şəxsin sıradan kənar hərbi xidmətə yararlı və yaxud da müvəqqəti yararsız, dinç dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, o cümlədən həm dinç dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıqla bağlı qərar qəbul olunması üçün əsas verən sənədlər təqdim etdiyi halda Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2023-cü il tarixli fərmanına əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirməsi sahəsində fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən həmin çağırışçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sığorta və Ekspertiza Agentliyinə əlavə rəyə göndərilir. Və həmin agentliyin yekun rəyinə əsasən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon, şəhərdə rayon çağırış komissiyaları tərəfindən həmin çağırışçı barəsində müvafiq qərar qəbul olunur. Yəni bu prosesdir və bir daha təkrar edirəm ki, vətəndaşların da istər bu müayinədən, istər çağırış ilə bağlı hər hansı bir narazılıq olarsa, onlar Mərkəzi Çağırış Komissiyasına müraciət edə bilərlər və digər qurumlara müraciət edə bilərlər. Prosesin gedişi isə sadaladığımız bu qaydada həyata keçirilir. Təşəkkür edirəm ətraflı məlumat üçün. İlkin bəy, mövcud qanunvericiliyə əsasən nə qədər xəstəlik və diaqnoza əsasən güzəştlər tətbiq olunur?
Demək, mövcud qanunvericiliyə əsasən xəstəliklərə görə əlilliyin təyin olunması aparılır agentliyimizin tərəfindən və bildirmək istəyirəm ki, xəstəliklərin beynəlxalq təsnifatında olan 14 sinif üzrə xəstəliklər qiymətləndirilir və əlilliyin təyinatı aparıla bilir. Əvvəlki qanunvericilikdə bu müqayisədə hazırki qanunvericilikdə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq olunmuş əlilliyin müəyyən olunması meyarlarında xəstəliklərin sayı, meyarların sayı 5 dəfədən artıq artırılaraq 617-yə çatdırılmışdır. Təşəkkür edirəm. Araz bəy, indi növbəti sualım sizə olacaq. Çox zaman insanlar deyirlər ki, hərbi həkimlər daha sərt olurlar. Onların ekspertizasından keçəndə, yəni mənim xəstəliyim varsa da deyir ki, yoxdur. Adi həkimə gedirəm, deyir, xəstəsən, hərbi həkimə müraciət edirəm, deyir, sağlamsan. Belə bir problem yaranır, vətəndaşlar iddia eləyirlər. Hər kəs demir, bəzilərində var bu. İstəyərdim siz buna aydınlıq gətirəsiniz. Hərbi həkimlə sıravi mülki həkimin bir fərqi varmı ümumiyyətlə? Ya göstəriş vermələrində? Təşəkkür edirəm İlham xanım. Əsrlər boyu kişi və qadın cinsi tam ayrı formalaşdırılıbdır. Qadına daha zərif, kişilərə daha güclü fərq kimi baxılıbdır. Biz region olaraq Azərbaycan ərazisində də bizim kişilər daha möhkəm və sərt yetişdirilməsi mövcud olubdur. Hərbi həkimlikdə yetişdirilərkən hərbi həkimlərin əksəriyyəti bu sərt mövqelərdən keçirlər hamısı. Hərbi qaydalara uyğunlaşdırırlar. Yəni bizim bildiyimiz bir kişi ruhunda böyülür. Ola bilər, hər bir valideyn öz övladına tam fərqli yanaşma sərgilir. Amma bu hərbi xidmətdə ümumi müddalarla baxılır, hamıya eyni gözlə baxılır. Sərt olmalısan, hər bir xırda yıxılmada, qaçmada, tərləmədə, mən qaçıram, yoruluram, yıxıldım, dizim əzildi, bu günləri mən qaşınmam tutdu və s. və axır. Yəni bu yanaşmalarla hərbi həkimə müraciət edəndə təbii ki, o hərbi həkim özü də bir kişidir və bu sərt qaydaların hamısını keçib. Qadınlar yoxdur mu? İndiki dövrdə bəzi hansı ki, hərbi hissələr var ki, orada poliklinikalarında, hərbi hissələr poliklinikasında, tibb müəssisəsində də belə deyək, qadınlar, yəni qadın hərbiçilər fəaliyyət göstərirlər. Deyərdim ki, qadın hərbiçilər bəzən kişi hərbiçilərdən də sərt olurlar. Çünki onlar da elə yetişəndə elə yetişdirilir ki, onlar da o yəni yetkin dövrdə olan kişiləri belə daha möhkəm görmək istəyirlər. Hamısı elə xırda bir narazılıqlardan əzilib üzülməsini istəmirlər. Hərbi həkimlik çox mötəbər və möhtəşəm bir sənətdir. Hərb sənəti ümumiyyətlə bir kişi sənətidir. Fərqi yoxdur, orada qadın işləyir, kişi işləyir. Yəni o müqəddəs bir sahədir. Həkim işi də bura qoşulursa, təbii ki, bu daha müqəddəs hesab olunur. Fəxr olunası bir işdir. Dövlətin keşiyində durursan, vətənin keşiyində durursan, insanları qorumaq istiqamətində hərəkət edirsən, daha güvənli sayılırsan. Bir hərbiçi yanında varsa, sən daha rahatsan. Hərbi həkim varsa, daha güvənlisən. Araz həkim pafosla danışmır, həm də döyüşüb, döyüşlərdə, yəni əlində silah döyüşüb eyni zamanda. Tək həkim kimi yox, bir əskər kimi də fəaliyyət göstərib. Buyurun. Həkimin dediyinə əlavə eləmək istəyirəm. Həkim dedi, söhbət orada kişi artıq cinsi yanaşma deyil, o xarakterdir. Yəni o xanımlarla bağlı dedi, kişi artıq orada xarakter rollanır ki, artıq hərbinin özünün tələblərinə uyğun olaraq xarakter formalaşır. Və yanaşma da o cür olmalıdır. Yəni aydındır. Aydındır. Namiq bəy, növbəti sualımız vətəndaş sualları əsasında az öncə qeyd elədim, formalaşıb verilişimiz. Peşə xəstəliyini soruşurlar ki, bax, peşə xəstəliyi məhz nədir və bir də riskli sahələrdə işə girən adamlara öncədən bu barədə məlumat verilirmi və o adamların, tutaq ki, risk daşıyır ki, o sahədə işləmək, mütəmadi olaraq onların müalicələri, ümumiyyətlə profilaktikası həyata keçirilməlidirmi? Keçirilmirsə, məsuliyyət varmı buna görə? Ümumiyyətlə, peşə xəstəlikdə, qanunvericilikdə peşə xəstəliyinə bu formada anlayış verilib ki, əlverişsiz və zərərli istehsalat amillərinin işçinin orqanizminə təsir nəticəsində yaranan xroniki və kəskin xəstəlik.
Yəni qısa formada desək, peşə xəstəliyi iş yerində başlayır və iş yerindəki zərərli istehsal amillərinin təsiri nəticəsində tədricən yaranır. Bunu bir bədbəxt hadisə ilə müqayisə eləsək, istehsalatda bədbəxt hadisə belədir ki, hadisə anında baş verir. Məsələn, işçi deyək ki, hər hansı bir dəzgahda işləyir və həmin dəzgah onun əlinə və bədənin hər hansı bir üzvünə müəyyən dərəcə xəsarət yetirir. Amma peşə xəstəliyində məsələ tam fərqlidir. Peşə xəstəliyində artıq müəyyən tədricən müddət keçdikdən sonra özünü büruzə verən məsələdir. Məsələn, işçi deyək ki, tozlu sahədə işləyir, əsasən sement zavodları olsun, daş karxanalar olsun və s. və ilaxır. Və bu müəyyən müddət sonra artıq işçinin tənəffüs orqanlarında müvafiq xəstəliklərə səbəb ola bilər ki, bu artıq öz təsdiqini taparsa ki, işlə əlaqəlidir, bu peşə xəstəliyi hesab olunur. Və peşə xəstəliyi təhlükəsi olan iş yerlərinin siyahısı var. Əgər işçi həmin o peşə xəstəliyini yaranma ehtimalı olan iş yerlərinə qəbul olarsa, işə götürən burada həmin peşə xəstəliyinin yaranma ehtimalının müddəti barədə işçinin əvvəlcədən hökmən məlumat verməlidir, xəbərdar etməlidir və burada əmək müqaviləsi də həmin müddətdə məhdudlaşan müddətdə bağlanmalıdır və həmin əmək müqaviləsi müddəti qurtardıqdan sonra işçi orta ali əmək haqqı saxlanılmaqla başqa iş yerinə keçirilməlidir. Təşəkkür edirəm. Növbəti sualım sizədir Füzuli bəy. Sağlamlıq vəziyyətinə görə möhlət hüququ hansı hallarda verilir? Konkret olaraq hansı xəstəliklər və ya travmalar çağırışçıya müvəqqəti olaraq hərbi xidmətdən yayınmamaq şərti ilə güzəşt hüququ verir? Biraz əvvəl də qeyd elədim. Təbii ki, bunlar hamısı hərbi həkim ekspertizası haqqında əsasnamənin xəstəliklər cədvəlinə uyğun olaraq həyata keçirilir. Bu, Nazirlər Kabinetinin 59 saylı qərarı ilə təsdiq olunmuş həmin əsasnamənin xəstəliklər cədvəlində isə xəstəliklərin sayı kifayət qədər çoxdur. Onu bizim efirdə sadalasaq, vaxtımız çox gedir. Amma burada nədən ibarətdir? Eyni xəstəlik daşıyıcısı olan şəxsin deyə bilərsiniz, biri necə oldu, sıradan kənar xidmətə getdi, birinə müvəqqəti. Burada artıq ağırlıq dərəcəsindən asılı olaraq qəbul olunur. Yəni, o deməkdir ki, məsələn, vətəndaşın mədəsində problem vardı, biri xidmətə cəlb olundu, xidmətə getdi, birinə isə 3 ay müvəqqəti olaraq möhlət verildi. Bunlar hamısı o ağırlıq dərəcəsindən asılıdır və bir daha təkrar edirəm ki, bunlar mütləq qaydada dövlət tibbi müəssisələrində müayinədən keçirilir, onların barəsində akt hazırlanır, tibbi şəhadətləndirmə həyata keçirilir, əlavə olaraq həmin çağırışlarla bağlı yekun rəy Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilir və bunlar ümumiləşdirildikdən sonra həmin şəxsin xidmətə yararlı, sıradan kənar yararlı, müvəqqəti yararsız, dinc dövrdə yararlı, müharibə dövründə məhdud yararlı, eyni zamanda həm dinc dövrdə, həm də müharibə dövründə yararsız olması ilə bağlı qərarın qəbulu üçün əsas olur. Həm dinc, həm müharibə dövründə yararsız artıq çox ağır xəstəliklər yəqin ki. Əlbəttə ki, elədir ki, artıq həmin şəxslər belə deyək, hərbi qeydiyyatdan silinməklə istifadə edir. Görmə zəifliyi var, müharibədə iştirak olmaz bu adama, amma adi hərbi xidmətdən keçə bilər. Belə düzgün anladım mən bunu. Mümkündür. Əlbəttə, müharibədən keçə bilməz deyəndə, əgər hərbi xidmətə yararlıdırsa, sıradan kənar yararlıdırsa, eyni zamanda müharibədən də keçə bilər. Amma söhbət odur ki, həmin vaxtı onun hansı hərbi vəzifənin icrası əsas götürülür. Sıradan kənar yararlıdırsa, bu adam məsələn döyüş tapşırığının yerinə yetirməsi yox, digər bir tapşırığın həyata keçmə, hərbi vəzifənin icrası üçün cəlb oluna bilir. Çox zaman xroniki xəstəliklər hərbi xidmətə getdikdən sonra üzə çıxır, o cümlədən psixi xəstəliklər də. Yəni, bilmirsən, əskər özünü o rola qoyur ki, onu azad eləsinlər ki, bunun barədə mənim məlumatlarım var, məlumat veriblər, hətta izləyicilərdən də gəlir ki, əskər hərbi xidmətə gəlib, sağlam kimi qeydiyyatdan keçib, amma gecənin birində qalxdı kazarmada, başqalarına da qorxu yaşatdı. Elə hallar yaşandı ki, özündə deyildi, anlaqlı vəziyyətdə deyildi. Bax, bu aydın olandan sonra həmin əskəri, tutaq ki, psixoloji cəhətdən deyirəm, azad eləyirlərmi, yoxsa o hospitala yatırılmalıdır? Mütləq qaydada çünki təhlükəlidir, əlində silah var. İstənilən hərbi qulluqçu aşkarlanmış hər hansı səhhətindəki problemlə bağlı hərbi hospitallara cəlb olunur, onların müayinəsi həyata keçirilir, onların müalicəsi həyata keçirilir və yekunda tibb personalı, həkimlərimiz bir qərara gəlirlər ki, o hərbi xidmətini, hərbi vəzifəni davam etdirə bilər, yoxsa yox, hərbi vəzifənin icrasını davam etdirə bilər, yoxsa yox. Ondan sonra bununla bağlı qərar qəbul olunur. Amma qaldı ki, dediyiniz məsələ ilə bağlı bizim 2020-ci ildə Vətən müharibəsində Azərbaycan insanı, Azərbaycan gənci özünün necə vətənpərvər olduğunu və hərbiyə marağının olduğunu ortalığa qoymuşdur. Ona görə də yəni belə hallar nadir hallar ola bilər, amma təkrar edirəm ki,
bu cür simulyasiyalar şübhəsiz ki, həm qanunvericilikdə hüquqi məsuliyyət yaradır, eyni zamanda da belə bir hal baş verirsə, mütləq qaydada onlar həkim nəzarətinə götürülür, onların müayinəsi, müalicəsi həyata keçirilir. Təkrar edirəm, əgər o hərbi vəzifənin icrasını davam etdirmək üçün onun səhhətli yol verməyəcəksə, həmin şəxslər ehtiyata keçirilir. Çox maraqlı bir hal yadıma düşdü. Öz ailəmlə bağlı deyim, Araz doktor. Oğlum hərbi məktəbə daxil olmaq istəyirdi, Naxçıvanski 8-ci sinifdən. Dedilər ki, dalağın 2 dənə də olmaz. Yararsız kimi çıxartdılar, amma hərbi xidmətə gedəndə dedilər tamamilə yararlı vəziyyətdəsən, getdi, hərbi xidmətin elədi, gəldi. Belə bir şeylər var idi. Bəzi məsələlər var ki, onlar, məsələn, hərbi peşəni seçən adam 25 il hərbi xidmət keçəcək. Həmin o xəstəliklə bu adamın 25 il xidmət keçəcəyi artıq sual doğurur. Ona görə də o barədə qərar qəbul olunur. Amma tutaq ki, 1 il və yaxud da ki, 18 ay, 1 il yarım hərbi xidmət keçməkdən ötürü onun orqanizminin imkan verəcəyini bizim həkimlər qərara gəlirsə ki, müəyyən edirlərsə ki, bu dövrdə, yəni qısa müddətli 1 il və yaxud da il yarım müddətli hərbi xidmətə keçməyə mane olmur. Elə olduğu təqdirdə həmin şəxslər hərbi xidmətə cəlb olunur. Və valideyn kimi siz bir ana kimi vurulursunuz ki, necə oldu, hərbi məktəbə götürmədilər, amma hərbi xidmətə getdilər. Yəni bunun səbəbi bundan ibarətdir. Çünki hərbi peşəni seçən adam 25 il xidmət eləyəcək və həkimlərimiz əvvəlcədən görürlər ki, bu 25 il bu xidmətə davamlı şəkildə aparması üçün onun orqanizmi imkan verirmi, vermirmi? Bax, bu məsələləri biz aydınlıq gətirdiyiniz üçün təşəkkür edirəm. Bir də mənə çox maraqlıdır. Yəni oğlanları hərbi orta məktəbdən hətta aparırlar, yoxlayırlar, qeydiyyata alırlar da. İlkin hərbi qeydiyyatdan. Və bu davamı olur sonra da. Hərbi xidmətə getməmişdən öncə yenə tibbi ekspertizadan keçir. Hər tərəfli yoxlanılır, bunu bildik. Amma hansısa bir psixiatr tərəfindən də hər tərəfli yoxlanma olurmu? Bu mənə həmişə maraqlandırıb. Yəni bir test yoxlamalarından keçirmi, onun o xronika, psixoloji tərəfini dönə-dönə qeyd edirəm. Çünki ilk baxışdan görünməyə bilər. Həkim komissiyalarının tərkibində xronika hal gərgin halda üzə çıxa bilər. Həkim komissiyalarının tərkibində psixoloq və psixiatr var. Mütləq qaydada dediyiniz hallar hamısı yoxlanılır və əgər həmin şəxslə bağlı əlavə sual yaranırsa, ixtisaslaşmış dövlət tibb müəssisələrinə göndərilir. Məsələn, psixiatriya mərkəzinə göndərilir, təkrar onun orada daha ətraflı o xəstəliklə bağlı müayinəsi həyata keçirilir. Çox təşəkkür edirəm. Demək istədiyiniz varmı bununla bağlı? Buyurun. İlham xanım, mən özüm düşünürəm ki, əgər bir insanın somatikasında, fiziki göstəricilərində, fiziki olaraq da belə əli ayağı yoxdur, adam yəni açıq-aşkar görsənir ki, bu adam əlildir, açıq-aşkar gözü kördür, qulağı kardır və s. və l. Bunlardan kənar hər hansı yüngül və yaxud da orta ağır xəstəliyi olan insanların hərbi həyatı olmalıdır. Kişi xeylallarla gedin. Bir gündən bir verilişlərin birində bir nəfər çıxış edəndə dedi ki, niyə Azərbaycan qadınlarına hərbi xidmətə aparmırlar? Bu bizim mental dəyərlərimizdir. Biz belə bölmüşük də, regiondan danışanda ki, Azərbaycanlıyıq, qadınları biz qoruyuruq, biz kişi falan belə biz qoruyuruq, biz kişiləri aparırlar əskərliyə, hərbi xidməti kişilər keçir. Niyə qadınlar aparmır? Düzdür, indi artıq dövr elə bir yerə gəlib ki, qadınlar da artıq demək olar ki, müddətdən artıq hərbi xidmət kimi xidmət keçirlər, könüllü şəkildə keçirlər. Bu da aparılan dövlətin çox uğurlu bir siyasətidir. Deyərdim ki, çox yaxşı bir siyasətdir. Mənim hərbi xidmət keçdiyim dövrlərin düzdür, sonlarına bu təsadüf eləsə də, amma indi soruşuruq, yəni gedən insanlardan görsən ki, yəni çox yaxşı töhfələr verirlər hərbiyə. Hətta mülkidə olan insanların bəzən gedib hərbidə təzə müddətdən artıq xidmət keçmək istəyən və yaxud da zabitlik yolunu davam etdirmək istəyən, gizirlik həyatını davam etdirmək istəyən insanlar çoxdur hədsiz dərəcədə. Məsələnin digər tərəfindən baxanda, məsələn, biz indi eşidirik də, dostumuzdan, tanışımızdan bir nəfərin əli tərləyir və yaxud da ayağının altı düzdür, 3-cü dərəcədə, 2-ci dərəcədə, bu adam sıra düzülüşündə ola bilməz, sıra addımlamasını apara bilməz və s. və l. Yəni bu şeyləri indi görürük və buna görə də indi humanizm prinsiplərinə daha çox əsaslanır. Həm indi Sosial Müdafiə Nazirliyi, yəni nəzdində olan tibbi ekspertiza mərkəzi, həm Səfərbərlik İdarəsi
yəni nəzərə alaq da kifayət qədər humanizm prinsiplərinə gedirlər. İndi əlbəttə burada yerli strukturların icra eləyən insan faktoru da var da. Əlbəttə acığına gəlir, mənim oğlum əskər gedibsə, hamı getməlidir əskər deyib təbii ki göndərən, indi biz belə bilirik ki, ürəyin gücü, döyünmə gücü, atım gücü deyirlər də, bir atım gücü 20 olan adam da götürüb hərbi xidmətə göndərir, gedir 3 ayın tamamında əlbəttə bu istidə qaçanda və yaxud da bir balaca yük, ağırlıq məsələn yükü verəndə əlbəttə adamın ürəyi tab gətirməyəcək, bu həlak ola bilər. Amma indi gəlin belə götürək də, ümumi götürək. Bu adam daha işləməyəcək. Yəni heç bir yerdə olmayacaq. Məsələn, bu günlərim bəzi həm özəl strukturların, həm dövlət müəssisələrinin əksər yerlərində baxırsan ki, mühafizə xidmətinin əməkdaşıdır, amma hərbi xidmətdə olmayıbdır. Maraqlıdır. Olmayıbdır. Hərbi xidmətdə olmayıb adam, soruşursan. Və yaxud da mən öz sahəmə aid danışıram, cərrahdır, anesteziologdur. Adam hər hansı bir yəni ciddi işlə məşğul olur. Cərrahiyyət çox ciddi bir peşədir. Amma bu adam hərbi xidmətdə olmayıb. Araşdırsan, baxırsan ki, nə bilim, ürəyində bir problemi var, nə bilim, qaşınması var, allergiyası var, siz bayaq dediyimiz allergik riniti var. Yəni, bunu hər hansı bir səbəblə də XBT-yə indi aydınlaşdırıblar, dövlət təyin edib də, o dövlətin o qaydasına uyğun olaraq adam getməyib də. Amma bu getməyibsə, adam cərrahi əməliyyatla məşğul ola bilməz. Mən özüm düşünürəm bunu. Qanun yol verir, sizin düşüncəniz bu? Qanun yol verir, əlbəttə. Mənim düşüncəmdir. Yəni, adam 8 saat, 9 saat, 3 saat, 2 saat bu ayaq üstə durub bu cərrahi əməliyyatı icra eləyəcək deyib, mən dövlət təmsilçisi olsam, dövlətin, yəni hökumət təmsilçisi olsam və bu qanunların üzərindən bir daha keçsəm, mən qəti şəkildə bu şeylərə yol vermərəm. Nə üçün? Hərbi xidmət. Bayaq dediyim kimi, insanın möhkəmlənə biləcəyi yerlər var. Doktor düşünür ki, kişilik məktəbini keçməlidir. Bəli, hər bir kəs, Azərbaycan kişisi, Azərbaycanın bizim, yəni bu mental dəyərlərimizi qoruyub saxlaya biləcək kişilər bu şərəfli yoldan hamısı keçmir. Mən demirəm ki, hər hansı bir cərrahi ixtisası olan adam, yenə də deyirəm, əlinə silah alıb, gedib Kəlbəcər istiqamətində durub hər hansı bir postda durmalı deyil. Mən bunu demirəm. Amma bizim Müdafiə Nazirliyinin hospitalları var, yəni müxtəlif yerlərdə var. Digər struktur hansı ki, o qoşunların yəni belə deyək də hərbi hospitalları var və hərbi idarələri var. İnanın ki, bu dəqiqə araşdırsaq, bütün idarələrin əksəriyyətində o müəyyən bir həkim yerləri boşdur. Yəni həkim, söhbət digər hansı ixtisas, söhbət həkimdən getmir, tibb ixtisası, orta və yaxud da digər tibb ixtisaslar boşdur. Adam gedib 2 il orada xidmətini keçə bilər ən azından. Həm hərbi hospital üçün, həm hərbi nazirlik üçün, həm dövlət üçün üstünlük təşkil edir, həm də adam bir bəlkə borca düşər. Mən elə cərrahlar tanıyıram ki, cavan oğlandır. İndi biz, belə deyək də, mən indi xidmətimi başa vurmuşam. Mülki həyatda davam elətdirirəm. Cavan oğlandır, 30 yaşı var, nə bilim, 32 yaşı var, çox yaxşı cərrahdır. Əl qabiliyyəti yaxşıdır, gözəl işlər bacarır. Söhbət estetik cərrahiyyəsindən gedir, söhbət ümumi cərrahiyyəsindən gedir, travmatoloji cərrahiyyəsindən fərq eləməz, yəni hər hansı bir. Yəni bu sayı çoxdur. Adam gəlib saatlarla, günlərlə yəni bu işin dalınca qaçıb əməliyyat eləyə bilir. Amma bir düzəni yoxdur. Səliqəsizdir. Səliqəsizdir. Hərbi xidmətdən də bir intizam. Amma intizam yaradır. Hərbi xidmət intizam yaradır. Amma həstələr olan hərbidən qaydandan bir ay sonra o intizam itirir. İntizamı heç vaxt itmir. İtirmək mümkün deyil. O yaddaş heç vaxt kazanılırsa itirilmir. Doktorun dediyinə bir əlavə edeyim. Qeyd elədi ki, bəzən kimsə qərara gəlir ki, mənim oğlum xidmətə gedib samısı getsin. Əlbəttə ki, bizim həkimimiz belə də öz mülahizəsini bölüşdü. Şübhəsiz ki, bir nəfərin qərarı ilə hərbi xidmət aparılmır. Mütləq qaydada bayaq vurguladığım kimi həmin şəxslər həm tibbi müayinədən keçirilir, rayon çağırış komissiyasının tərkibi var. Orada bir neçə nəfər artıq bir şəxsin hərbi xidmətə göndərilməsinə imza atır. Yəni bir şəxsin amma nöqsanlı hallar da yox deyil də. Şübhəsiz insan amilidir və nöqsanlar təbii ki, olur. Amma əsas məsələ nədir? Əsas məsələ odur ki, bunun aradan qaldırılması istiqamətində mükəmməl iş aparılır. Şəffaflığın yaradılması, vətəndaş məmnunluğunun təmin edilməsi. Eyni zamanda bir də vurğulamaq istəyirəm ki, bizim silahlı qüvvələrin kifayət qədər resursu var. Yəni, ora hansısa səhhətində problem olan adamın xidmət aparmağa ehtiyacımız yoxdur. Aydındır. Bizim, yəni, loru dildə desək,
deməzdim biraz kobud səslənəcək, amma xəstə əskərə ehtiyacımız yoxdur bu günlər. Çox doğru. Bu nöqteyi nəzərdən Əlavə yük yaradır. Bəli, bu nöqteyi nəzərdən kiminsə gedəndə xidmətdə olduğu dövrdə səhhətində hansısa problem yaranırsa, əlbəttə şübhəsiz ki, bu yenidən hərbi hospitallara cəlb olunur, onun müalicə. Bu Azərbaycan vətəndaşıdır, biz ona xüsusi diqqət yetirməliyik. Bax, bu nöqteyi nəzərdən düşünməmiz lazım ki, biz Azərbaycan Silahlı Qüvvələrinin keyfiyyətli komplektləşdirməsini həyata keçirmək istəyirik. Belə bir sual yarandı məndə. Hərbi xidmət zamanı əskərimizdə deyək ki, hansısa bir zədə yarandı orqanizmdə. Dövlətin borcudurmu ki, onu tam sağlanacaq müalicə eləsin? Əlbəttə borcudur və müalicə də edirlər. Tam sağaldıb sonra geri buraxırlar. Hərbi hospitallarda müalicə olunur və o artıq təkrar edirəm, hərbi xidmətini davam elətdirməyə yararlıdırsa, hərbi xidmətini davam elətdirir. Yox, həmin xəstəlik onun hərbi xidmətini, hərbi vəzifənin icrasını həyata keçirməyə imkan vermirsə, həmin şəxslər ehtiyata keçirilir. Mütləq qaydada onlar hər biri, yenə deyirəm, bizim yaxşı peşəkar həkimlərimiz var. Biz elə bugünkü məclisimizdə də, tədbirimizdə də həkimlərimiz iştirak edir. Mütləq qaydada onlar hər biri xüsusi diqqət yetirilir və müalicəsi, müayinəsi həyata keçirilir. İlkin bəy, sizə sualım var, əlilliyin təyini ilə bağlı. Hansı hallarda əlillik ömürlük təyin edilir? Belə bir anekdot kimi yayılmışdı xalq arasında ki, olmuş bir hadisə idi deyəsən. Qolu olmayan adam ildə hərbi gəlirdilər, çağırırdılar, hərbi deməyim, ki, yoxlayırdılar və ona pensiyanı təyinatı ilə bağlı yoxlanışdan keçirdi və deyirdi ki, mən ağacam, cücərəcək bu qol yoxdur da, məni niyə ildə çağırırsınız? Belə bir gülməli vəziyyət yaranmışdı. Həqiqətən qolu, ayaq olmayan adamları ildə yenidən çağırmağa ehtiyac varmı, çağırılırmı? Xeyr, yoxdur. Yəni bu əvvəlki qanunvericilikdə də hal-hazırda qüvvədə olan 187 nömrəli qərarla təsdiq olunmuş əlilliyin müəyyən olması meyillərində anatomik defektlər, psixi qüsur halları, geri dönməz proseslər, bunlar əlillik müddətsiz təyin olunur. Yəni geri dönməz proseslər nəticəsində reabilitasiya tədbirlərinin səmərəsizliyi nəticəsində orqanizmi pozulmuş funksiyanın bərpa edilə bilmədiyi, sosial uyğunlaşmanın bərpa edilə bilmədiyi hallarda əlillik müddətsiz təyin olunur. Bu da qanunvericilikdə öz təsbit olunubdur. 187 nömrəli qərarda 300-ə yaxın xəstəlik birbaşa əlillik müddətsiz təyin olunur. Bunlardan başqa əlilliyin qiymətləndirilməsi qaydası haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarında müəyyən hallar nəzərdə tutulur ki, bu hallarda da əlillik müddətsiz təyin olunur. Hansı hallardır? 81-100% aralığında əlillik 4 il təyin olunduqdan sonra növbəti komissiya vaxtı yenə də həmin aralıqda faiz təyin olunursa, yenə də 81-100% aralığında təyin olunursa, bu halda da müddətsiz təyin olunur. Yəni birinci dərəcədə vətəndaşlarımızın başa düşəcəyi dildə desək, birinci dərəcə əlillik 4 il təyin olunduqdan sonra növbəti komissiyada yenə də birinci dərəcə əlillik təyin olunursa, bu halda da müddətsiz təyin olunur. İkinci dərəcə əlilliklər üçün bu hal 10 ildir, üçüncü dərəcə əlilliklər üçün isə 15 ildir. Qarışıq hallar olduğu hallarda isə yenə 15 il götürülür. Bir də yaşa görə pensiya almaq hüququ olan vətəndaşlarımız əlillik təyin olunanda birbaşa əlillik müddətsiz təyin olunur. Əlilliyin təyini ilə bağlı, qiymətləndirilməsi ilə bağlı qərardan razı qalmayan vətəndaş hara müraciət eləməlidir və necə müraciət eləməlidir? Belə bir sual da gəlib sizin üçün. Mən ilk olaraq izah edeyim ki, əlillik nə cür qiymətləndirilir? Əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Bayaq dediyim 11 nömrəli əlilliyin qiymətləndirilməsi qaydası haqqında Nazirlər Kabinetinin qərarına müvafiq olaraq şəxsin iştirakı olmadan vətəndaş əlilliyin qiymətləndirilməsi olaraq ilk olaraq müraciət edir ərazi tibbi müəssisələrinə. Onlar tərəfindən həkim məsləhəri komissiyaları tərəfindən müayinə olunur. Əgər əlilliyə göstəriş varsa, əlilliyin təyinə əsas verən ağırlaşmalar müəyyən edilirsə, forma 88 tibbi sosial ekspertizə müayinəsinə göndəriş rəsmiləşdirilir. Göndəriş rəsmiləşdirilir, elektron qaydada rəsmiləşdirilir və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülür. Sistemə ötürüləndən sonra həmin göndəriş tam şəkildə şifrələnərək adsızlaşdırılır. Yəni əlilliyi qiymətləndirilmə şəxsin... Belə insan amilinin olmaması bir yandan şəffaflıqdır, bir yandan da amma elə insan amilinin olması bəzən də narazılıqlar yaradır. Yəni tibbi əlillik... Vətəndaş düşünür ki, məni yaxşı qarşılamadılar, məni dinləyən yoxdur, halbuki mən xəstəyəm. Əlilliyi qiymətləndirilən şəxs, əlilliyi qiymətləndirilən adamı heç biri bir-birini görmür. Məmur vətəndaş təması burada sıfırdır. Və əlilliyi qiymətləndirilən şəxsin kimliyi haqqında, onun hansı regiondan olduğu, hansı tibb müəssisələrdən vurulduğu haqqında heç bir məlumat yoxdur. Ekspert yalnız şəxsə aid əsas xəstəliyi, onun ağırlaşmalarını, yanaşı xəstəliyi və bunları təsdiq edən laborator instrumental müayinələrin nəticələrini görür və buna uyğun da bir rəy verir.
qərar çıxardır. Əgər vətəndaş qərardan narazıdırsa, bunun da mexanizmləri var, işlək mexanizmi var. Həm ərazi tibbi sosial ekspert komissiyalarına birbaşa müraciət edə bilərlər və yaxud da onlayn növbə götürməklə bizim tibbi sosial ekspertiya və reabilitasiya agentliyinin qəbul mərkəzinə müraciət edə bilərlər. Bax, bir vətəndaş şikayəti var da, xroniki qan xərçəngi xəstəliyindən əziyyət çəkir, pensiya alırdı. Bu yaxınlarda pensiyası kəsilib. Deyir, mən xəstəlikdən sağalmamışam. Sağalmamışamsa mənim pensiyam niyə kəsilməlidir? Ya məni sağlam kimi qeydiyyata alın, ya da pensiyamı verin. Maraqlı sualdır. Ona yanaşa bilmir, bəli. Yəni, burada problem nədədir? Yəni, vətəndaşlarımızda çaşqınlıq yaradan problem nədədir? Və bəzən təkcə vətəndaşlarımızda yox, elə media mənsublarına da bu sual doğrulur və haqlı olaraq bizə müraciət edirlər. Əlillik və xəstəlik, bunlar başqa-başqa məhfumlardır. Yəni, xroniki qan xərçəngindən əziyyət çəkən vətəndaşlar kəskin mərhələdə və qan göstəricilərində normadan ciddi şəkildə kənara çıxmalar olduğu hallarda əlillik təyin olunur. Əgər xroniki fazaya keçib və heç bir ağırlaşma yoxdursa, qan göstəriciləri normallaşıbsa, hal-hazırda heç bir müalicə almırsa, biz demirik onun xəstəliyi dayanıbdır. Amma həyat fəaliyyətinin pozulmuş kateqoriyaları bərpa olunubdur. Sosial adaptasiya bərpa olunubdur. Burada yenə deyirəm, xəstəlik başqadır, əlillik başqadır. Maraqlıdır. Maraqlı açıqlama oldu bu. Yəni, həyat fəaliyyətinin, əlillik nədir? Həyat fəaliyyətinin əsas kateqoriyalarının birinin ən azı birinci və ikinci dərəcə pozulması halları. Burada bütün qan göstəriciləri norma daxilindədir. Adamda heç bir həyat fəaliyyətinin kriteriyalarının heç biri pozulmayıb, burada əlillik təyin aparılmır. Ümumiyyətlə, əlilliyin reabilitasiya olunduğu, bu adam daha əlildir, sağaldı deyə belə bir sizdə keyslər varmı? Belə keyslər var. Bayaq dediyimiz kimi, müddətsiz əlilliklər təyin olunur. Bəzi hallarda isə bir sıra çox hallarda biz reabilitasiya potensialı gözlədiyimiz hallarda əlillik müddətlə təyin olunur. 1 il müddətinə, 2 il müddətinə, 5 il müddətinə və bu müddət ərzində aparılan davamlı reabilitasiya müalicəsi, həm tibbi müalicə nəticəsində orqanizm pozulmuş funksiyaları bərpa olunursa və vətəndaşa dair tam reabilitasiya haqqında qərar çıxardıla bilər. Aha, təşəkkür edirəm. Sizə də sualım Namiq müəllim. Tibbi müayinələr zamanı peşə xəstəliyinin ilkin əlamətləri və ya sağlamlıq məhdudiyyətləri müəyyən edilən işçilərlə bağlı hansı tədbirlər görülməlidir? Yəni, iş fəaliyyətində zədələnib hansı fəaliyyətlər görülməlidir? Bir də işlədiyi şirkət deyək, özəl şirkət, dövlət şirkəti, onun sağlamlığına xəsarət o şirkətdə yaranıbsa, ömrünün axırınacan ona hər hansı bir müavinət verməyə borcludurmu? Vətəndaş sualıdır. Ümumiyyətlə, ikinci sualdan başlayayım. Əgər iş yerində bədbəxt hadisə baş veribsə, bu fərqi yoxdur. İstəyir istehsal qəzası olsun, istəyir peşə xəstəliyi olsun. Burada Nazirlər Kabinetinin müvafiq qərarı var, 27 nömrəli qərar, hansı ki, istehsalda baş verən bədbəxt hadisənin təhqiqi və uçot alınması qaydaları. Və həmin qaydalara əsasən daxil olmuş məlumat əsasında Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən müvafiq araşdırma komissiyası yaradılır və həmin komissiya hadisənin istehsalatla əlaqəliliyini araşdırır. Və yekunda komissiya akt tərtib edir. Bu aktda əmək şəraitinin şərtləri göstərilir, bədbəxt hadisənin şəraiti göstərilir, bədbəxt hadisənin səbəbləri göstərilir, əmək qanunverici pozusuna yol vermiş şəxslər haqqında məlumatlar göstərilir. Eyni zamanda hadisənin istehsalatla bağlı olmasına bağlı yekun rəy verilir. Və komissiya həmin aktı imzalayandan sonra artıq işə götürən tərəfindən bir gündən gec olmayaraq iz formalı akt, yəni istehsal zədələnməsi aktı hazırlanıb, təsdiq edilir və bu zərər çəkənə və yaxud zərər çəkənə ailə üzvlərinə təqdim edilir. Artıq bu akt işçinin aldığı xəsarətin və ya peşə xəstəliyinin istehsalatla əlaqəliyini təsdiq edən rəsmi sənəddir. Və əgər işçi aldığı xəsarət nəticəsində əmək qabiliyyətini və peşə əmək qabiliyyətini itirərsə, deməli, əlillik müəyyən olunarsa və yaxud deyək ki, işçi vəfat edərsə, burada işçiyə müvafiq sığorta ödənişləri ödənilir. Ki, bu da istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqının qanunla tənzimlənir. Və həmin qanuna əsasən eyni zamanda məcəllənin tələbidir ki, 225-ci maddənin tələbidir ki, işə götürən hər bir işçini bədbəxt hadisəni sığortalamalıdır. Və həmin qanuna əsasən də burada işçi əgər xəsarət almışsa, bu faydalanan şəxs artıq özü hesab olunur, həmin şəxsin özünə. Əgər vəfat etmişdirsə də, burada artıq müəyyən kateqoriyalara bölünür faydalanan şəxslər. Deyək ki, onun ölümündən sonra doğulmuş uşaqlar olsun,
onun himayəsində olmuş və onun öldüyü günədək ondan doğulacaq təminat almaq hüququna malik əmək qabiliyyəti olmayan şəxslər olsun və sair və ilaxır, həmin şəxslər müvafiq ödəniş alırlar. Bunu da əgər işçi, işə götürən daha doğrusu işçinin bəlbə xaricdən sığortalayıbsa, müvafiq sığorta şirkəti tərəfindən həmin ödənişlər ödənilir. Əgər işə götürən işçinin sığortalamayıbsa, qanunun buna bağlı konkret tələbi var ki, müvafiq deyək ki, sığorta etdirmə vəzifəsini daşıyan sığortalı həmin vəzifəni yerinə yetirməyibsə, yəni işçini sığortalamayıbsa və yaxud işçinin vəziyyətini pisləşdirən şərtlərlə sığortalayıbsa, azı qanunla müəyyən edilmiş təminat həcmi daxilində öhdəlik daşıyır. Yəni, sığortalı işçiyə sığorta şirkəti nə qədər ödəniş ödəyəcəkdirsə, azı işçini sığortalamayan işə götürən də eyni məsuliyyəti daşıyır. Təşəkkür eləyirəm. Təhsilə görə möhlət hüququ necə tənzimlənir? Belə bir sual sizə gəlib, Füzuli müəllim. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 21-ci maddəsində təhsilə görə möhlətin qaydaları müəyyən olunmuşdur. Azərbaycan Respublikasında və eyni zamanda xarici ölkələrdə əyani təhsil alan, bakalavr, magistr, doktoranturada təhsil alan şəxslərə möhlət verilir. Amma bir daha vurguram, əyani təhsil alan. Çünki təhsilin əyani, distant, qiyabi formaları təhsil haqqında qanunda təsbit olunmuşdur və bəzən olur ki, vətəndaş X bir ölkədə təhsil alır, amma bir dəfə də olsun Azərbaycanın hüdudlarını tərk etmir və əyani təhsil aldığına dair sənəd təqdim eləyir. Biz həmin araşdırmanı aparırıq, həmin şəxsin əyani təhsil almadığı rəyi müəyyənləşəndən sonra ona möhlət verilmir. Çünki möhlət hüququ yalnız əyani təhsil alanlara verilir və 2024-cü il 29 dekabrda qüvvəyə minmiş hərbi qanunvericiliklə bağlı bir sıra dəyişikliklərdə möhlətin müddətləri müəyyən olunub. Bakalavr təhsili 24 yaşa qədər, magistr təhsili 26 yaşa qədər, doktorantura təhsilində isə bitirənədək möhlət verilir. Və təkrar olaraq vurğulayıram ki, xarici ölkələrdə, əsasən xarici ölkələrdə təhsil almaq istəyən şəxslər mütləq qaydada maraqlanmalılar ki, qanunda yazır ki, müvafiq dövlətin aidiyyatı strukturunda akreditasiyadan keçmiş təhsil müəssisəsində təhsil alanlara möhlət verilir. Amma bəzən olur ki, vətəndaşımız aldadılır və yaxud da ki, məlumatsız olur, gedir hansı ölkədə bir təhsil müəssisəsində təhsil almağa, araşdırma zamanı müəyyən olunur ki, həmin təhsil müəssisəsinin akreditasiyası yoxdur və təkrar edirəm, həmin şəxslərə də möhlət verilmir. Bu nöqteyi nəzərdən mütləq qaydada vətəndaşlarımız bilməlidir ki, yalnız əyani təhsil alan şəxslərə möhlət verilir və həmin yaş limitini də müəyyən olunmasının səbəbi odur ki, şəxslər erkən yaşda artıq öz həyatlarını qura bilsin. Bəzən olurdu ki, adam 17 yaşında instituta daxil olur, 7 il, 8 il və s. təhsilini davam elətdirir. Artıq o yaş limiti müəyyən olunur. 24 yaşa qədər bakalavr bitirmirsə, təhsilini yarımçı saxlayıb hərbi xidmət borcunu, hərbi vəzifə borcunu yerinə yetirir, sonradan gəlib təhsilini davam elətdirə bilər. Bu nöqteyi nəzərdən təhsil möhləti məsələsi Azərbaycan Respublikası ərazisində isə aparılan həmin o islahatlar nəticəsində rəqəmsallaşmanın nəticəsi olaraq möhlət verilərkən həmin şəxsdən də arayış tələb eləmirik. Dövlət İmtahan Mərkəzi və aidiyyatı qurumlarla səfərbərlik və hərbi xidmət çağırışdırı dövlət xidmətinin inteqrasiya prosesi nəticəsində həmin şəxsin təhsil aldığını biz müəyyən edəndən sonra onun barəsində təhsil möhlətinə dair qərar qəbul edirik. Evet. Və eyni zamanda təhsilini bir səviyyədə, yəni ali təhsil pilləsini tutaq ki, bakalavr səviyyəsində bitirib şəxs magistr səviyyəsini davam elətdirmək istəyirsə, ona 3 ay möhlət verilir ki, o magistra qəbul olub olmadığına dair sənəd təqdim etdikdən sonra yenə onun barəsində müvafiq qərar qəbul edilir. Minnətdaram. Doktor, növbəti sualım sizədir. İndi insanların bir çoxları kəskin çəkidən, artıq piyələnmədən əziyyət çəkirlər və çəkinin azaldılması da o qədər rahat bir şey deyil. Hətta ayları, illəri ala bilir. Oğlanlar var ki, çəkiləri artıqdır və buna görə onları hərbi xidmətə çağırmırlar və yaxud çəkiləri həddən artıq azdır deyə hərbi xidmətə çağırmırlar. Nə qədər müddət verirlər? Bax, bu onlara ki, get çəkini azalt yaxud artır gəl. Bu nəzarət necə həyata keçirilir? Həkim nəzarətində mi olmalıdır? İnanmaq, bu əslində qalsın mövzunu sualı tibbi ekspertizə dəyərləndirmə
departamentin əməkdaşları, Sosial Müdafiə Nazirliyinin əməkdaşları cavablandırsa daha yaxşı olar. Düşünürəm ki, bu qanunvericilikdə öz həllini tapmış olar. Sadəcə həkim olaraq və bir kişi cinsinə mənsub olan bir insan kimi deyərdim ki, yəni az öncə dediyim kimi, heç bir kəs rahat olduğu bir yeri qoyub gedib əziyyət çəkmək istəmir. Bayaqlam siz sual verdiniz ki, insanların psixoloji durumu çıxır, hər hansı bir xəstəlik əskərlikdə çıxır. Əskərlikdə çıxmır, bu əvvəlcədən var idi. Bəlkə stres anında çıxıbdır. Bəli. Heç stres anında da çıxmır. Gedir, baxır, görür ki, səhər maması, papası, oğlanı, can, başıva dönərəm deyib durğuza biləcək adamı, səhər saat 6-da komandir və yaxud da komandirin mavini içəri girib və bölük komandirin da, indi bölük növbətçisi deyirlər orada, ola bir şəxs, qalx komandası səhər saat 6-ya 5 dəqiqə qalmış və yaxud da 6 tamamda verirsə, əlbəttə, səhər saat 9-da 11-də duran oğlan uşağını, papanı, mamanın bir bir gül balasında sən bu oxşada duran adam əlbəttə gedib orada psixoz halları üzə çıxacaq. Qarnı da ağrıyacaq adamın, temperaturu da qalxacaq, sümükləri də ağrıyacaq və s. və l. Adam axşama qədər dayanmırdı, yiyirdi, əlinə nə keçirdi, yiyirdi, evdə, xaladelnikdə, stolun üstündə bir şey qoymurdu, hamısını basıb yiyirdi. İndi hərbi xidmətə gedibdi, səhər saat 6-da durursan, tezdən əlvi üzvü yiyirdi, saat 7-nin yarısı, 7-də artıq bir düzülüşdür, 8-in yarısında artıq sən yeməyə gedirsən, yəni artıq hər şey nizam-intizam qaydasındadır. Əlbəttə, bu sənin çəkivi də normallaşdıracaq, çəkivi də formaya salacaq. Yəni, mənim bu adamın 150 kilo çəkisi var deyib hərbi xidmətə aparmayın. Mən bu şey həssasdır mənim üçün bu mövzu. Çox həssasdır. İnsan 150 kilodur deyənə hərbi xidmətə getməyəcək deyəcək bir anlayış yoxdur. Amma var. Tanıdıqlarım arasında var. Bilirəm, var, mənim də tanıdığım var. Yəni, nə qədər müddət verirsə ki, bu arıqlasın? Əlbəttə ki, qanunvericilikdə müəyyən olunub bunlar hamısı. Bəli, var. Bayaq da qeyd etdik, hərbi həkim ekspertizası haqqında əsasnamə ilə tənzimlənir. Yəni, şəxsi mülahizə ilə mümkün deyil. Təbii ki, hərbi xidmətə çağırış normativ hüquq aktlarla tənzimlənən sahədir və orada da həmin o boy çəkəm salıdır, antropometrik göstəricilərdir və bunlara əsasən də onların xidmət yerləri müəyyən olur. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun isə 20-ci maddəsində göstərilir ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinə dək hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışlar ya müddətli hərbi xidmətə çağırırlar, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarırlar, yaxud da ki, həm dinc və eyni zamanda müharibə dövründə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilir. Ona görə də, yəni bu məsələ, belə deyək də, müddət qoyulması görürsünüz, qanunvericilik müəyyən edib ki, 3 ilədək 1 ildən artıq olmaqla onlara möhlət verilir. Yəni 3 il sənə möhlət verdim, ged arıqla, arıqlaması 1 ildə verilir. 3 ilədək hər 1 ildən 1 verilir və 3 il müddətində onun hərbi xidmətə yararlılığı müəyyən olmayacaqsa, həmin şəxs, təkrar edirəm, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı və yaxud da həm dinc, həm də müharibə dövrü üçün xidmətə yararsız kimi ehtiyata keçirilir. Bax, həmin 3 il ərzində ona hər hansı hərbi xidmət tərəfindən, səfərbərlik tərəfindən, yaxud hər iki hərbi həkimlər tərəfindən bir nəzarət varmı? Bəlkə elə adam heç nə eləmir, ona belə sərf eləyir. Şəxsən azadlığını biz məhdudlaşdıranmaraq ki, gedək ona deyək ki, yeməsən. Yəni, hər bir vətəndaşın yanına biz bir nəfər qoymağa imkanımız yoxdur. Ona görə də, yəni bu təbii ki, həkimlərimiz, təbib, Səhiyyə Nazirliyi, müvafiq tibb müəssisələrində həmin şəxslər gedib müalicə ala bilərlər və dövlət bu sayədə icbari sığorta həyata keçirir. İstənilən vətəndaşımız şübhəsiz ki, həmin o imkanlardan istifadə edərək öz səhhətinin qayğısına qalmalı. Buyurun İlkin. Möhlət hüququ təkcə artıq çəki ilə bağlı yox, bir sıra xroniki xəstəliklərlə, yəni yaxşılaşma potensialı gözlənən bir sıra xəstəliklərdə verilir və möhlət hüququ verildikdə eyni zamanda da komissiya tərəfindən yaşayış üzrə tibb müəssisəsində üzərinə öhdəlik qoyulur. Vətəndaşı daimi nəzarətdə saxlamaq, cərrahi müalicəyə lazımdır, cərrahi müalicə problem aradan qaldırılsın. Tutaq ki, yırtıq, qasıq yırtığı və ya köbək yırtığı, digər yırtıqlar. Yəni müalicə müəssisələri üzrə öhdəlik qoyulur ki, möhlət hüququ bitənə qədər o tam şəkildə müalicənizi davam etdirilsin. Tutaq ki, hərbi xidmətə çağırılıb gənc, artıq bir ay sonra əskər gedəcək, hər hansı bir xəstəlik baş verdi, cərrahi əməliyyata girdi. Əməliyyatdan nə qədər sonra ona möhlət verilir? Keçirilən əməliyyatın xarakterindən, həcmindən, reabilitasiya potensialından asılı olaraq möhlət verilir. 3 ay da ola bilər, 6 ay da ola bilər. O xəstəliyin xarakteri, yəni standart bir müddət deyil. Elə xəstəlik var ki, tutaq ki, 10 gündən sonra tam bülletin də bağlanır.
onlar əmək qabiliyyətli sayılır və tam hərbi xidmət yararlı da sayılır. Amma milli xəstəliklər uzun müddəti 6 aya qədər müalicə tədbirləri aparılmalıdır. Söhbətimizin əvvəldə də qeyd elədik ki, əlbəttə bunlar hamısı xəstəlik dərəcəsindən asılı olaraq qiymətləndirilir və fərdi yanaşılır. Burada ümumi şəkildə hamıya eyni qərarı qəbul etmək mümkün deyil. Xəstəliyin dərəcəsindən asılı olaraq fərdi yanaşılır. Ona İlkin müəllim dediyi kimi 3 ayda möhlət verilə bilər və yaxud da 6 ayda möhlət verilir və yaxud da elə ola bilər ki, artıq o belə deyək də yararsız hesab oluna bilər. Bir neçə əlillik səbəbi olduqda orqanizm funksiyalarının pozulması faizi necə müəyyənləşdirilir? Müxtəlif xəstəliklərdən əziyyət çəkən izləyicimizin sualıdır. Nəsə demək istəyirdiniz? Buyurun, sonra sualınızı cavablandırın. Dinləyicimiz sualını cavablandırın. Yəni, vətəndaş bir neçə xəstəlikdən əziyyət çəkirsə, bunlardan hazırki qanunvericidən görə bunlar hamısı nəzərə alınır. Əvvəlki qanunvericilikdə, yəni ki, 2022-ci ilin 13 mayına qədər bunlar nəzərə alınmırdı. Ən yüksək ağır xəstəlik nəzərə alınırdı və ona uyğun olan fiks bir 50 dərəcəsi təyin olunurdu. Hazırda qüvvədə olan 187 nömrəli qərara görə isə müxtəlif səbəblərdən əlilliyə səbəb olacaq müxtəlif hallar müəyyən edilirsə, hər bir hal üzrə əlillik qiymətləndirilir, orqanizm funksiyalarının pozulma faizi qiymətləndirilir, müəyyən edilir. Əgər hər bir hallar üzrə pozulma faizi eynidirsə, onların üzərinə 10% gəlir. Yox, əgər fərqlidirsə, ən yüksək faiz dərəcəsi götürülməklə onun üzərinə 10% əlavə olunaraq orqanizm pozulma faizi müəyyən edilir. Amma yekun faiz 100 dərəcədən artıq olmamalıdır. Başqa bir maraqlı sual var. Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəlik varmı? Varsa bu hansıdır? Kimsə çox dərindən düşünür bunu. Çox aktual sualdır və davamlı şəkildə bizə vətəndaşlarla münasibətdə də bu suallar çox səslənir. Bir daha vurğulamaq istəyirəm ki, son illərdə əlilliyin qiymətləndirilməsi sayəsində həm praktik, həm də qanunvericilik sayəsində çox mühüm mütərəqqi addımlar atılmışdır. O cümlədən də əlilliyə göndərişin verilməsi üçün xəstəliklərin müalicə müddətinin müəyyən edilməsində. Əlillik nədir? Orqanizm xəstəlik və travma nəticəsində orqanizm pozulmuş funksiyalarının davamlı müalicə nəticəsində, qanunvericilikdə nəzərdə tutulmuşda 6 ay ərzində aparılan müalicə nəticəsində bərpa olunmadığı halda tibbi sosial ekspertiza müayinəsinə göndəriş verilirdi. Və 2024-cü ildə yeni bir qanunvericiliyə dəyişiklik edildi və bu zaman dəyişiklik nəticəsində 73 adda xəstəlik və xəstəliklər sinifi hansı ki geri dönməz prosesdir. Burada 6 ay müddət gözlənmədən göndərişin verilməsi hüququ tanındı. Bu da belə deyək, amputasiyalara, anatomik defektlərə, geri dönməz prosesi olan xəstəliklərə ki, birbaşa tibbi sosial ekspert komissiyasına müraciət etmək şansını yaratdı. Təşəkkür edirəm. Başqa bir sualımız sizədir. Müəssisədə peşə xəstəliyi ilə bağlı ixtisaslaşmış nəzarət mexanizmləri fəaliyyət mütləq göstərməlidir, yoxsa ümumiyyətlə vətəndaş tutaq ki, riskli müəssisədən gedir sualdır ki, risk daşıyır sağlamlıq üçün. Orada mütləq ona uyğun həkim briqadası yaxud hər hansı bir tibbi sahə üzrə əhatə edən bir şey olmalıdırmı? Ümumiyyətlə, əmək məcəlləsində əməyin mühafizəsi ilə bağlı, ümumiyyətlə, əmək münasibətlərində bildiyimiz kimi iki tərəf var, işə götürən tərəf, bir də işçi tərəf. Eyni zamanda əməyin mühafizəsi ilə bağlı da həm işə götürən özünə məxsus öhdəliklər var, eyni zamanda işçinin də özünə məxsus yerinə yetirməli olduğu öhdəliklər var. Və işə götürən vəzifələrindən biri də budur, ibarətdir ki, iş yerlərində müalicə profilaktik xidmətlər yaratmalıdır. Bu istisnasız olaraq. Yəni, qəza hər an baş verə bilər. Ki, qəzanın nəticəsində işçi əgər sağlamlığına müəyyən qədər təsir göstəribsə, onun qarşısının alınması istiqamətində müvafiq tibbi yardımın göstərilməsi, eyni zamanda işçilərin tibbi müayinələrdən keçirilməsi, işçilərin sağlamlıq vəziyyətinin izlənilməsi və s. və ilaxır. Həmçinin, əmək məcəlləsinin tələbinə əsasən müəssisələrdə işçi sayından asılı olaraq əməyin mühafizəsi xidməti yaradılmalıdır. Məsələn, 50 nəfərdən artıq işçidirsə, burada əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi yaradılır. 500 nəfərdən artıq işçi varsa, burada eyni zamanda müəssisə rəhbərinin əməyin mühafizəsi üzrə müavini vəzifəsi yaradılır. 1000 nəfərdən artıq işçinin çalışdığı müəssisələrdə isə sənaye sanitariya laboratoriyası təşkil edilir. Eyni zamanda əməyin gigiyenası üzrə həkim vəzifəsi yaradılır.
Burada məqsəd ondan ibarətdir ki, sənaye sanitariya laboratoriyası iş yerlərində zərərli istehsalat amillərinin ölçülməsi işlərini həyata keçirir. Səs-küy olsun, vibrasiya olsun, toz olsun, radiasiya olsun, işıqlanma, havalandırma və s. və ilaxır. Yəni o həmin mühiti müəyyənləşdirir. Və əməyin gigiyenası üzrə həkim vəzifəsi isə həmin mühitin artıq işçiyə təsirini müəyyənləşdirir. Yəni mütəmadi olaraq deyək ki, əmək fəaliyyəti dövründə işçilərin sağlamlıq vəziyyətinin izlənilməsi, həmin şəraitin işçiyə hansı formada təsir göstərir, onun müəyyənləşdirdikdən sonra qarşısının alınması istiqamətdə tədbirlərin görülməsi və s. və ilaxır. Təşəkkür edirəm. Doktor, növbəti, buyurun. Təbii ki, buyurun. Mən bir şey də əlavə eləmək istəyirəm. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən peşə xəstəliyi və istehsalatda zədə nəticəsində əmək qanunu itirilmiş şəxslərin peşə əmək qanunu itirilmə faizinin təyini ilə bağlı yeni bir qərar verildi. Bu qərar Azərbaycan Respublikasında indiyə kimi olmayan, bu istiqamətdə olan birinci qərardır və çox effektiv və çox mütərəqqə bir qərardır. İndiyə kimi yalnız əmək qanunu itirilmə faizində nəzərə alınırdı travma və yaxud xəstəlik nəticəsində orqanizm funksiyalarının pozulma dərəcəsi. Amma bu qərar nəticəsində qərar bizə şans verir ki, həm şəxsin peşəsinin ağırlığını nəzərə alaq, həm şəxsin yaşını nəzərə alaq, həm də orqanizm itirilmiş funksiyalarının pozulmasını nəzərə alaq. Yəni, misal üçün də indi həkim olaraq deyək, tutaq ki, terapevt də iki barmağı itirə bilər, cərrah da itirə bilər. Yəni, terapevtin peşə əmək qanunu itirilməsinin iki barmağın itirilməsi elə ciddi təsir eləmir peşəmin. Amma cərrahın iki barmağın itirilməsi tam cərrahi olaraq, praktik cərrahi fəaliyyətindən kənarlaşdırır. Burada qiymətləndirmə nəzərə alır. Yaşı nəyə görə nəzərə alır? Tutaq ki, 20 yaşında bir gənc işçinin də travma alıb, o 20 yaşında gənc işçinin travmadan sonra reabilitasiya potensialı da yüksəkdir, cavan orqanizmdir. Reabilitasiya potensialı olmasa da cavan adamın yeni bir peşəyə yayılma, peşə reabilitasiyası daha gözlənilir. Amma 55-60 yaşında bir şəxsin həm reabilitasiyası çətindir, həm də peşə reabilitasiyası, tibbi reabilitasiyası çətindir, peşə reabilitasiyası çətindir. Ona yenidən bir nəyisə bir peşə öyrətmək, nəyisə sahibləndirmək çox ciddi çətinlik. Ona görə bunlar nəzərə alınır. Və bu qeyd eləmək istədim ki, vətəndaşlarımız bilsin ki, çox gözəl və yeni mütərəqqə bir qərar qəbul olunur. Aydındır, gözəldir bu da. Doktor, sual sizədir. Məmmədli Amal göndərib bunu. Deyir, son zamanlar bronxial asma xəstəliyi yayılıb, yəqin hava ilə bağlıdır bu. Səhra şəraitində qidalanma və fiziki aktivliyi nəzərə alsaq, asma və kəskin allergiya diaqnoz olan çağrışçılara yanaşma necədir? Özüm bu xəstəlikdən əziyyət çəkirəm. Hərbi xidmətə hazırlaşan bir gənc verir bu sualı. Əsgəriyə getmək istəmir də. Getmək istəyir əslində. İstəyir, amma belə bir sual verir. Bizim həkim deyir ki, hamı getməlidir. Amal düşünürəm ki, yəni bilmək üçün bu sualı veribdir. Yəni, başqa bir məqsədi yoxdur zaten. Səhra şəraitinin zaten həm Səfərbərlik İdarəsi, həm Sosial Müdafiə Nazirliyi bu işdə çox aktiv çalışırlar. Ora çatana qədər. Və gəlib çatanda mən indi belə deyək də olmuşam hərbi hissədə həkim. Artıq ümumi qoşun bir korpusda da belə deyək, korpusa gəlib düşəndə belə orada yoxlama keçirilir. Korpusdan keçəndən sonra, yəni bu əskərlər, çağrışçılar o qədər yoxlamalardan keçirirlər ki, mən inanıram ki, 18 yaşına qədər bəlkə də heç bir kəs o qədər belə poliklinikaya getməyib, həkimə getməyib, heç bir belə müalicə, müayinə olunmayıbdır. Hətta 15 yaşında ilkin qeydiyyata alınan zaman sözünüzü kəsirəm, üzr istəyirəm. Valideyn onda bilir ki, bunun uşağında hansı xəstəlik var. Hansı xəstəlik var, ona qədər getmir. Yəni korpusa düşür, korpusda artıq belə deyək də, orada həkimlər müayinə eləyirlər. Korpusdan yayılıb hərbi hissəyə çatanda artıq həkim müayinə eləyir. Həkim hərbi hissədən tabora qalxanda belə o taborun həkimi olur. Yəni tip heyəti olur da, həkim olmur, felçer olur və s. da. Yəni indi maşallah yaxşıdır. Füzul mənim dediyi kimi resurslar artıq demək olar ki, yüksək səviyyədə də dağın başında belə həkim yəni xidmət göstərir ordumuzda. Şükür Allah, yəni demək olar ki, bu çox yaxşı nailiyyətdir. Orada belə dəyərləndirilir. Mən hərbi xidmətimi belə deyək də, o dağ səhra şəraitində keçirtmişəm. Oranın tabor həkimi olmuşam. Deyərdim ki, bizim taborumuzda kəşfiyyat taboru olubdur. Üz-üzə olmuşuq sərhəddə. Bizim orada hər həzkərlərə yanaşma tərzimiz demək olar ki, bəlkə də tam əvvəlkilərdən də fərqli olurdu. Daha ciddi yanaşırdıq, çünki bizə belə bir tapşırıq gəlirdi. Bronxial asması, belə deyək də, ən ağır xəstəlik olan adamlar belə oralara gəlib çatmırlar.
Ya olsa belə çatmırlar. İndi bir ağlarım qeyd elədilər. Yəni bu yüngül mərhələsində adam özü haqqında bunu deyir də, mən bronxial asmayam. Doğrudan mı bronxial asmadır bu qiymətləndirilməlidir və gənc aldadıb getmək istəyirsə, bu gəncə bu aldatmaq olmur. Daha mümkün deyil. Bu aldatmaq daha mümkün deyil. Çünki həm birinci dövlətin, ölkənin tibbi avadanlıqları ona imkan verir. Çünki müasir avadanlıqlarda, bütün müəssisələrdə müasir avadanlıqlarda mən məsələn bəzi hallarda olubdur ki, özəl müəssisədə belə gəlib, yəni özəl müəssisəyə göndərirlər. Məsələni daha dəqiqləşdirib, tam belə deyək də şəffaf olsun deyib özəl müəssisəyə göndərirlər ki, gedin orada müayinədən keçin. Lap istəyirsinizsə, bu inanmırsınız. Yəni bir 3-4 dənə yerə göndərirlər dəqiqləşdirməkdən ötəri. Bu qeyri-mümkündür. 3-4 dənə kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya və yaxud da 3-4 müəssisənin ayrı-ayrı pulmonoloqu, indi bronxial asmadan gedirdi söhbət. Hamısı fərqli şeylərdirsinlər. Çünki artıq həm xəstəliklərin beynəlxalq təsnifatı var, həm belə artıq diaqnozlar tam təsdiqlənmiş formadadır. Mən təxmin edirəm ki, bu xroniki bronxial asmadır və yaxud da kəskin bronxial asmadır, bronxitdir və s. və axırda, yəni bu xəstəlikdir deyib təxminlə diaqnoz qoyulmur. Artıq tam dəqiq diaqnoz qoyulur. Ağır xəstəliyi arzulamıram, amma arzulayıram ki, sağlam olsun. Mən bir həkim kimi arzulayıram, sağlam olsun. Allah onun qapısını daha rahatçılıqla açsın ki, bütün yolları uğurlu olsun, geçsin hərbi xidmətinə də, hərbi xidmətin başa vursun sağlamlıqla. Düşünürəm ki, insan hərbi xidmətdə olanda o xəstəlikləri də geridə qalır. O xəstəliyi olan insanların belə xəstəlikləri geridə qalır. O nizam, intizam, insan özündə qabiliyyət varsa, insan özündə bir balaca belə deyək də zəhmətkeşlik varsa, heç bir zaman heç bir yerdə əziyyət çəkmir. Əziyyət çəkən adam zaten hərbi xidmətdə də əziyyət çəkəcək, o gəlib işlədiyi müəssisədə də əziyyət çəkəcək, istirahətdə də əziyyət çəkəcək və çəkir də. Düşünmürəm, yəni amal üçün düşünürəm ki, hərbi səhra şəraitində əlbəttə aparıb onu hansısa bir düzənliklərdə belə deyək də sürünmə komandası verməyəcəklər ona təbii ki. Amma yüngüldürsə hələ o ən yaxşı halda da yüksək vəzifə səlahiyyətlərindən xidmətini başa vuracaq. Füzuli bəy, belə bir sual var. Sovet dönəmində, bəlkə indi də var o, bron yerlər ayırırdılar. Məsələn, böyük sənətkarlar müharibəyə aparılmırdı. Ki bronum var deyə bir fikirlər var idi. Təxsis indi də var. İndi də varmı? Elə o sual gəlir. Təxsis indi də var, amma bu müddətli həqqi hərbi xidmətə bu əsgərliyə aidiyyəti yoxdur, yəni? Hərbi vəzifələrə aid, əlbəttə. Müddətli həqqi hərbi xidmət üçün bron anlayışı yoxdur. Yalnız orada möhlət var, o da təhsilə görə, ailə vəziyyətinə görə, bir də çağırışdan azad etmə var. Məsələn, fəlsəfə doktoru, elmlər doktorudursa çağırışdan azad olunur. Mən nümunə kimi birini dedim, qanunvericilikdə onlar sadalanır orada. Və yaxud da ki, xüsusilə ağır cinayət törətmiş şəxssə bu ümumiyyətlə hərbi uçotdan silinir. Qalan belə müddətli həqqi hərbi xidmətə çağırışa görə möhlət və azad etmələr istisna olmaqla heç kim təxsis olunmur. Müddətli həqqi hərbi xidmət məcburidir və qanunvericiliklə müəyyən olunub. 18 yaşına çatmış, sağlamlıq vəziyyəti imkan verən, möhlət hüququ olmayan hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə uyğun olaraq vətənin müdafiə hər bir vətəndaşın borcudur prinsipi ilə müddətli həqqi hərbi xidmətə çağırırlar. Kimlər hərbi xidmətə cəlb edilə bilmə sualını verəcəkdim və siz bu sualın cavabını mən soruşmadan da verdiniz. Mən bir məsələni qeyd etmək istəyirəm. MyGov elektron hökumət portalı üzərindən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin 8-9 xidməti üzrə vətəndaşlarımız məlumat ala bilərlər. Mən tamaşaçılarımız həm də öz smartfonlarına MyGov-u yükləməyə dəvət edirəm ki, onlar öz hərbi vəzifəyə dair məlumatlarını MyGov-dan əldə edə bilərlər. Bu şəffaflığın yaradılması üçün, vətəndaş məmnunluğu təmin olunması üçün həyata keçirilən qərarlardan biridir və əlbəttə MyGov-da bütün dövlət qurumları əks olunur. Səfərbərlik xidməti ilə bağlı isə hərbi bölməsində vətəndaş özü haqqında ətraflı məlumat ala bilər. Hətta valideynlər 18 yaşdan aşağı övladı olanlar öz övladları barədə də orada onun hərbi qeydiyyatı və s. ilə bağlı məlumatı əldə edə bilər. Buna görə mən həm də vətəndaşlarımızı MyGov portalını yükləməyə və oradan hərbi vəzifəyə dair hərbi xidmətlə bağlı bir sıra məlumatları əldə etməyə çağırır. Təşəkkür edirəm. Maraqlı tövsiyə idi və vacib tövsiyə idi. Verilişimizin son dəqiqələridir. Deyəcəyiniz bir şey varmı tamaşaçılarımıza? Nəyisə çatdırmaq? Bəlkə mən soruşmadım, siz demək istəyirdiniz. Tamaşaçılara bizim müraciətimiz ondan ibarətdir ki, bizim həkimimiz də vurğuladığı kimi
Əskəri xidmət kişilik məktəbidir. Hər bir sağlamlığı imkan verən vətəndaşımızı bu hərbi vəzifənin icrası üçün mütəşəkkil qaydada xidmət keçməyə dəvət edirik və qarşıdan iyul çağırışı gəlir və bizim gənclərimiz hərbi xidmətə yola düşürlər. Hər birinə uğur arzulayırıq və inşallah ki, onlar sağ-salamat öz hərbi vəzifə borçlarını yerinə yetirib evlərinə dönəcəklər. Aha, demək istədiyiniz bir şey varmı? Uğurlar arzulayıram. Təşəkkür edirəm hər birinizə gəldiyinizə görə. Mənə elə gəlir ki, vətəndaşlardan gələn suallara hər tərəfli cavablar verildi. Adətən bizim ellərdə bir adət var. Evdə oğul böyüyərsə, oğul düşmən çəpəri deyirlər. Birinci söz budur və alqış eləyərək də deyirlər ki, gün olsun, böyüsün, əskər getsin. Əskər getdi zamanında gələndə isə biz ora-bura əl atmayaq, axtarışlar eləməyək. Yəni qonaqlarımızın da dediyi kimi kişilik məktəbidir. Oradan qayıdan oğul tamam fərqli şəkildə qayıdır və dünyanı başqa gözlə görməyi bacarır. Mənə elə gəlir ki, lazımdır və vətəndaşların da əmək hüquqlarının müdafiəsi ilə bağlı nələri bilməlidirlər, bu barədə də qonağımız sualları cavablandırdı. Mənə elə gəlir ki, verilişimiz bu sualları soruşanlar üçün faydalı və maraqlı oldu. Bu gün deyəcəklərimiz bu qədər idi. Sağ olun, salamat qalın.